D vitamini təkcə sümüklərimiz üçün və yaxud da immunitetimizin güclənməsi üçün vacib deyil. Eyni zamanda D vitamini dərimiz üçün də çox vacibdir. Çünki D vitamini əsasən bizdə dəridə sintez olunur, günəşin şüaları düşəndən sonra. Amma günəş şüaları azalanda D vitamini ala bilmirik və nəticədə ən birinci problemlər də elə dəridə başlayır. Elmi araşdırmalar göstərir ki, bədəndə D vitamini azalanda psoriaz, yəni sədəf xəstəliyi daha da aktivləşir. Dəridə ekzema yarana bilər, üzdə sızanaqlar çıxa bilər və eyni zamanda D vitamini az olanda saçımız da tökülməyə başlayır. PubMed'in araşdırmasına görə D vitamini az olan insanların 70%-də dəri xəstəlikləri qaçınılmazdır. Əgər qapalı mühitdə yaşayırsınızsa, işləyirsinizsə, işiniz ofis şəraitindədirsə, sizin yayda kifayət qədər D vitamini sintez etmək ehtimalınız azdır. Çünki dəriniz günəşlə təmasda olmur. D vitamini azlığı yaşlı insanlarda bir çox dəri xəstəliklərinə səbəb olur. Bunun çarəsi varmı? Bəli, var. Sizə Multizan D üçün 10.000 vahiddə tabletlərini tövsiyə eləyə bilərəm. Həkimə getmədən həftədə bir dənəsini 10.000 vahiddə ata bilərsiniz. Amma sizdə ciddi defisit varsa, o zaman həftədə 2 dənəsini də istifadə eləyə bilərsiniz. Yəni profilaktik olaraq D vitamini içmək istəyirsinizsə ki, sizdə D vitamini az olmasın, o zaman bax bu tabletlərdən istifadə eləyə bilərsiniz. İçində 30 dənədir. Yəni həftədə bir dəfə içdiyimizə görə 30 həftə görəcək sizi. Yəni qış boyu bir qutu almaqla siz D vitamini ehtiyacınızı qarşılaya bilərsiniz. Yox, sizdə ciddi defisit varsa, o zaman ikisini, üçünü ata bilərsiniz. Təbii ki, bu da həkimin məsləhəti ilə olmalıdır. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.